Salam! Bu gün dadından doyulmayan, soyuducuda qaldığı üçün əsl yay tortuna çevrilən ballı tortun reseptini sizinlə bölüşürəm. İlk növbədə xəmiri hazırlamağa başlayaq. Xəmir üçün 100 qram çörək yağının üzərinə 2 xörək qaşığı bal əlavə edirik. Ocağın üzərinə qoyub yağ əriyənə qədər qarışdırırıq. Yağ əriyib bitəndən sonra 2 çay qaşığı sodanı əlavə edirik, köpürənə qədər qarışdırırıq. Bundan sonra ocağın üzərindən götürürük. Başqa bir qabda 3 ədəd yumurtanın üzərinə 1 stəkan şəkər tozunu əlavə edirik. Ağarana qədər qarışdırırıq. Soymağa qoyduğumuz bal, soda, çörək yağı qarışığını bura yavaş-yavaş əlavə edirik. Birlikdə qarışdırdıqdan sonra isə əgər evdə varsa xama, yoxdursa 3 xörək qaşığı qatıq əlavə edirik, yenidən qarışdırırıq. Və 4 stəkan unu yavaş-yavaş əlavə edərək xəmir yoğururuq. Xəmir ələ yapışan şəkildə olur. Bizdə xəmir ələ yapışmasın deyə istifadə olunan bu ehtiyat una urfa deyilir. Sizdə də belə deyilir? Əgər deyilirsə, zəhmət olmasa bunu mənlə mütləq bölüş. Xəmiri uzunsov formaya gətiririk. Xəmiri kiçik hissələrə ayırırıq. Kündələyirik. Və kündələrin daha yaxşı yayılması üçün soyuducuda ən az 1 saat gözlədirik. Hətta bir gün əvvəldən hazırlayıb soyuducuya qoymaq da mümkündür. Üzərini bu şəkildə bağlayıb gözlədirik. Və kremin hazırlanmasına başlayırıq. Krem üçün stəkan yarım şəkər tozunun üzərinə, əgər evdə varsa nişasta, yoxdursa 4 xörək qaşığı un əlavə edirik. Məndə nişasta qurtarmışdı, 2 xörək qaşığı qədər qalmışdı. Mən 2 xörək qaşığı nişasta, 2 xörək qaşığı isə un əlavə etdim. Nişasta ilə hazırlayanda krem daha hamar alınır, amma unla da etmək olar. Bu qarışığın üzərinə 2 ədəd yumurta əlavə edirik. Yenidən qarışdırırıq. Üç stəkan süd də əlavə edirik. Daha sonra isə vamxotda ocağın üzərində bişməyə qoyuruq. Əlimizi çəkmədən qarışdırmalıyıq, qarışdırmayanda dibi yapışır. Qatılaşana qədər qarışdırırıq. Bu şəkildə qatılaşdıqda, yavaş-yavaş qaynadığını gördükdə artıq ocaqdan götürürük. Daha tez soyulması üçün başqa bir qaba əlavə edə bilərik. Üzərinə 100 qram çörək yağı, vanil əlavə edirik. Yaxşıca qarışdırırıq. Üzəri qabıqlanmasın deyə üzərinə salafan keçirdib otaq temperaturunda soymağa qoyuruq. Soyuducuda da soyuda bilərsiniz. Soyuducuda gözləyən kündələrimizi nazik şəkildə yaymağa başlayırıq. Hər birini bu şəkildə nazik yayırıq. Yağlı kağız qoyduğumuz soba tavasına səririk və qabarmasın deyə çəngəllə üzərinə dəliklər açırıq. Hər birini bu şəkildə nazik yayırıq. Nazik olduğu üçün 180 dərəcəlik sobada 3-4 dəqiqə ərzində bişir. Mən çox bişirmirəm, çünki rəngini ağ sevirəm. Bu şəkildə də əlimizlə genişləndirə bilərik xəmirləri. Yağlı kağızdan çox rahat qopur. 8 ədəd tort xəmirimiz alındı. Bundan sonra hər birinin eyni boyda olması üçün qapaqdan istifadə edirəm. Hər birinin kənarlarını kəsirəm. Hər birini eyni boya gətirirəm. Kənarları isə üzərinə ovub istifadə edəcəm. Tortun daha yumuşaq olması üçün yarım stəkan südün üzərinə 2 xörək qaşığı şəkər tozu əlavə edib qarışdırırıq.
Hər bir qatı ilk növbədə süd və şəkər tozu ilə isladıb, bundan sonra kremləyirəm. Bu ardıcıllıqla bütün qatlar düzəlir. Ən üst qatı da eyni zamanda isladıb kremlədikdən sonra çıxardığımız qıraqları ovuruq və üzərinə səpirik. Blenderim işləmədiyi üçün mən əlimdə olmuşam, ona görə biraz ovuntular iri görünür. Siz blenderla da edə bilərsiniz, bu zaman daha səliqəli görünəcək. Soyuducuda bir gün qaldıqdan sonra dadı daha da mükəmməl olur. Yay aylarında hazırlamağa dəyər, sərin və dadlı olur. Hazırlayan hər kəsə nuş olsun. İzlədiyiniz üçün çox sağ olun. Abunə olsanız çox sevinərəm. Sağ olun.